Demək, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edək. Bir Aralıq dənizi, digər dəniz isə Şimal dənizidir. Demək, 3 yarımkürə yerləşir. Bildiyimiz kimi hər iki dənizi Qrimviç xətti kəsir və buna görə də bunlar 3 yarımkürədə yerləşən dənizlər olur. Biz biri burada oxşar bənd kimi qəbul edəcəyik. Okean cərəyanının təsirinə məruz qalır. Burada daha çox Şimal dənizə xarakterlikdir bu. Biz bunu ikinciyə aid edəcəyik. Sahilində yerləşən bütün ölkələr inkişaf etmiş ölkələrdir. Bu Şimal dənizinə xarakterdir. Çünki Aralıq dənizinin sahilində həm Asiya, həm də Afrika dövlətləri də var ki, onların əksəriyyəti demək inkişaf etməkdə olan ölkələrdir. Demək, biz burada sahilində bütün inkişaf etmiş ölkələr varsa, üçü aid edirik Şimal dənizinə. Karib dənizi ilə eyni okean hövzəsinə aiddir deyirlər. Karib dənizi Atlantik okeana aiddir. Bunlar da Atlantik hər ikisi aiddir. Ona görə oxşar qəbul edəcəyik. Sahilində cavan dağlar yerləşir. Bu Şimal dənizindən yox. Bu Aralıq dənizinə aid olar. Söhbət məsələn Atlas dağları, Apennin dağlarından gedə bilər ki, Balkan dağlarından gedə bilər ki, biz bura şamil edəcəyik bunu da. Demək 5-i isə biz 1-ə uyğun gördük. Belə ki, 1-ə 5, ikinciyə burada 2, 3, 3-ə isə 1-4 olan bəndimiz bizim doğru bəndimiz sayılacaq.